Bunun arxasında kimdir, kim durubdur, imkanı var, vəzifəsi var deyə qorxulmalıdır ondan. Kanalımıza müraciət edən Zərdab rayonunun Gödəkqobu kəndinin sakini Sübhan Bəndəlizadə deyir ki, 2024-cü il 16 may tarixində Zərdab rayonunun İsaq Bağı kəndinin sakini Kənan Muradov onu maşınla vurub. Şikayətçi deyir ki, qəzadan sonra günlərlə komada qalıb və bir neçə dəfə əməliyyat keçirib. Vətəndaş bildirir ki, qəza törədən şəxs ona sağlamlığı tam bərpa olunana qədər yardım edəcəyinə söz versə də, bir müddət sonra kömək etməkdən imtina edib. Bəndəlizadə bildirir ki, əmək qabiliyyətini itirdiyi üçün işləyə bilmir, 2 az yaşlı övladı var, müalicəsini də edə bilmir, maddi durumu çox pisdir. Vətəndaş iddia edir ki, xəstəxanada onu Kənan Mərdanov aldadıb, barışıq üçün imza attırıb. Mən Bəndəlizadə Sübhan Bəhramoğlu, Zərdab rayon Gödəkqobu kənd sakini, hal-hazırda Zərdab rayonunun Köhnə Surimbir qəsəbəsində kirayədə yaşayıram. 3 övladım, bir mən, bir də yoldaşım. Mən keçən 2024-cü ilin may 16-sı gecəsi ağır qəza keçirmişəm. Gecə saatlarında yol keçərkən məni Zərdab rayonunun İsaq Bağı kəndindən İkram adlı şəxsin oğlu maşınla vurmuşdu. Neçə gün komada qalmışam. Başımdan əməliyyat olmuşam. Başımdan sümük götürülüb 6 aydan sonra başıma təzədən o sümük qoyulubdur. Məni müəyyən qədər müalicəmə vuran şəxs müəyyən qədər müalicəmə köməklik göstərmişdi. Mənə söz vermişdi ki, sənə köməklik göstərəcəm axıra kimi. İkinci əməliyyatından sonra dəfələrlə müraciət elədim, dəfələrlə xahiş elədim, dəfələrlə zəng elədim, yanıma gətirdim. Mənə köməklik istədim. Dedim, mən sənə köməklik eləməyəcəm. Get ki, hara deyirsən de. Özüm hərbi xəstəsiyəm, 3-cü qrup əliləm. Vəziyyətim ağırdır. Başımda 2 dənə kist əmələ gəlib qəzadan. Ağrılarım çox olur. Müalicəyə gücüm çatmır. Özüm hərbi xəstəsiyəm. Buradan üz tuturam, cənab prezident, sizə səslənirəm. Xahiş edirəm, mənə kömək durun. Səsimə səs verin. Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyi sizdən xahiş edirəm, mənə köməklik göstərin. Zərdab rayonunda polis şöbəsinə dəfələrlə yaxınlaşmışam, Zərdab rayon prokurorluğuna dəfələrlə yaxınlaşmışam. Mənə bir köməklik göstərməyiblər. Mənə deyirlər, iş bağlanıb çıxıb gedibdir. Bu kimdir? Bu İkram kimdir ki, bunun arxasında kim durub, hansı vəzifəli şəxs durubdur ki, heç kim ona hissə eləyə bilmir. Zəng eləyən belə olmur, qorxurlar ondan. Bunun arxasında kimdir, kim durubdur, imkanı var, vəzifəsi var deyə qorxulmalıdır ondan. Polis bölməsinə və aidiyyatı qurumlara müraciət etsə də, ona işə xitam verildiyi üçün kömək edə bilməyəcəklərini bildiriblər. O, kanalımız vasitəsilə aidiyyatı qurumlara müraciət edərək, avtoqəza törədərək onun sağlamlığına ciddi ziyan vurmuş Kənan Mərdanov barəsində cinayət işinin təkrar açılmasını tələb edir. Xahiş edirəm, cənab prezident, səsimə səs verin. Bütün jurnalistlərdən, bütün videoblogerlərdən köməklik istəyirəm. Mənim bu videomu paylaşın, cənab prezidentə çatsın. Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi sizdən köməklik istəyirəm, səsimə səs verin. Bu insana zəng edirəm, deyir ki, hara gedib deyirsən de. Deyirəm, prokurorluğa verəcəm səni. Prezident aparatına verəcəm, deyir get, hara verirsən ver. Bunun arxasında hansı vəzifəli şəxs durubdur? Kim durub bunun arxasında? Zərdab rayonunda hamı bundan qorxur. Oğlundan, özündən hamı qorxur. Dəfələrlə polis şöbəsinə getmişəm, dəfələrlə prokurorluğa getmişəm, mənə bir köməklik göstərməyiblər. Özüm hərbi xəstəsiyəm, 3-cü qrup əliləm. Başım mənə imkan vermir, ağrılarım çox olur. Mən ondan pul, mal, dövlət istəmirəm, mən ondan müalicə istəyirəm ki, mənə müalicə etdir. Mənə deyir, get hara deyirsən, hara müraciət edirsən elə, heç kim mənə heç nə eləyə bilməz. Sizdən xahiş edirəm, cənab prezident, mənə köməklik göstərin. Sonda onu da qeyd edək ki, Kanal 13 olaraq səsləndirilən fikirlərə görə məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.